Salam dəyərli izləyicilərim, kanalıma xoş gəlmisiniz. Bu gün sizlər üçün evinizdə olan ərzaqlarla pambıq kimi yumuşaq, bayatlanmayan peçenyalar hazırlayacağım. İnanın xanımlar, çox ləzzətlidir. Əvvəlcə qabın içərisinə 1 ədəd yumurta və 1 ədəd yumurtanın ağını əlavə edirəm. Sarısını isə üzəri üçün saxlayıram. 1 cimdik duz, 1 ədəd vanilin, eləcə də 200 ml stəkanla stəkan yarım şəkər tozu tökürəm. Ərzaqları çırpıcı ilə yaxşıca qarışdırıram. Üzərinə 1 dolu stəkan qatıq və yarım çay qaşığı soda tökürəm. Yenidən qarışdırıram. Qarışımın üzərinə 100 qram ərinmiş yağ tökürəm. Mən çərə yağından istifadə etdim, duru yağdan da istifadə etmək olar. Sonda isə unu tökürəm. Unu az-az əlavə edirəm. Əvvəl çırpıcı ilə qarışdırıram, qatlaşanda isə qaşıqla qarışdırıram. Unun üzərinə 1 ədəd qabartma tozu tökürəm. Bu xəmir üçün 200 ml stəkanla 4 stəkan undan istifadə etdim. Belə bir qatılıqda xəmirimiz alınır. Xəmirin içərisinə yarım stəkan çişmiş, eləcə də doğranmış qozləpəzi tökürəm. Zövqə görə damla şokoladdan da istifadə edə bilərsiniz. Tam yaxşı qarışdırdıqdan sonra xəmiri bir kənarda 15-20 dəqiqə gözlədirəm. Daha sonra əlimə biraz duru yağ vururam və xəmirdən kiçik kündələr götürüb kündələyirəm. Gördüyünüz kimi bu qayda ilə kündələyib soba listinin içərisinə yığıram. Biraz ara məsafəsi qoymaq lazımdır ki, bişən zaman bir-birinə peçenyalar yapışmasın. Sonda 1 ədəd yumurta sarısını yaxşıca qarışdırıram və kündələrin üzərinə çəkirəm. Üzərinə isə küncüt tökürəm. Doğranmış qozləbəzi də istifadə edə bilərsiniz. Peçenyaları əvvəlcədən qızdırılmış 160 dərəcəlik sobada alt-üst rejimdə bişirirəm. Artıq mənim peçenyalarım bişib hazırdır. Soyduqdan sonra boş qaba yığıb süfrəyə təqdim edirəm.
İnanın xanımlar, o qədər yumuşaq, dadlı, ləzzətli alınır ki, siz də mütləq hazırlayın. Hazırlayacaq olan hər kəsə nuş olsun. Sağ olun, görüşərik.